oxucunu yetişdirmək lazımdır. Oxucunu yetişdirmək də bir yandan ədəbiyyatşünasların boynuna düşür, bir yandan yazıçıların öz üzərinə düşür, bir yandan nəşriyyatların, agentliklərin işidir. Onlar hamısı birlikdə çalışmalıdırlar. Hərəsi bir yana, o təmsildə olduğu kimi, hərəsi yaxasını bir yana çəkilib durmamalıdır. Havaya, suya və quruya. Bəli, elə olmamalıdır. Əksinə, hətta agentliklər nə qədər çox olursa, onlar özləri bir-birlərlə əlaqədə çalışmalıdır. Rəqabət mühiti sağlam rəqabət mühiti olmalıdır. Bütün agentliklər üçün, nəşriyyatlar üçün bir hədəf olmalıdır. Məsələn, Azərbaycandan danışırıqsa, Azərbaycan ədəbiyyatını yetişdirmək və dünyaya yaxşı ədəbiyyat nümunələri çıxarmaq. Bizdə bəzən deyirlər ki, filan müəlliflər dünyaya çıxır, filan mükafatları alıb. O müəllif burada Azərbaycan oxucusuna nə verib ki, dünyaya çıxıb dünya oxucusuna nə verəcək? Hətta mən düşünürəm ki, bəzi müəlliflərin dünyaya çıxması Azərbaycan ədəbiyyatı adına çox da böyük bir fəxarət deyil, böyük bir qürur hissi deyil. Hər müəllifi də dünyaya çıxarıb Azərbaycan ədəbiyyatı budur deyə təbliğ etmək lazım deyil.